2 günlük zəruri fasilədən sonra bugün sizlərlə yenidən bərabərəm. Sizlər üçün kek pişirdim. Amma günah deyil. Şəkər yoxdur. Un yoxdur. Vicdan azabı heç yoxdur. Sadəcə 3 banan, 2 yumurta, 1 qaşıq kakao və biraz da qabartma tozu ilə həm ulduz kimi parlayan keklər alındı, həm də şokoladlı ıslaq kek alındı. Islaq kek üçün üzərinə sadəcə olaraq 72% tünd şokoladdan şokolad qırıntıları istifadə etdim. Ulduz kimi parlayan keklərin üzərini isə badam fıstıqla bəzədim ki, həm ağız dadı, həm də göz zövqü yerində olsun. Nə yediyimi bilirəm, çünki içindəki hər şey mətbəximdə var. Həm kalorisi az, həm sağlam, həm də sizə günah qazandırmayan bir keklərdir. Şirin istəyi tutanda artıq günaha girməyə ehtiyac yoxdur. Bu resept sizi xilas edəcək. Dadı inanın ki, çox möhtəşəmdir. Siz də mənim kimi həm arıqlayıb, həm də şəkərdən imtina edə bilmirsinizsə, mənim reseptlərimi mütləq gözdən keçirin. Sağlam yaşamaq çətin deyil. Doğru qidalanaraq həyatınızı gözəlləşdirə bilərsiniz. Sağlam, gözəl, fit qalmağınız diləyi ilə. Hələlik.